Free audio post-production by alphonic.com. Dərsi öyrənməyə başlayanda saatlarla oxumaq səhvdir. Az vaxtda daha çox nəticə əldə etmək istəyirsənsə, videonu axıra kimi izlə. Sizə dərslərinizə effektiv hazırlaşmaq üçün 7 faydalı texnika öyrədəcəm. Birinci pomidor üsuludur. 25 dəqiqə oxub 5 dəqiqə fasilə ver, 4 belə dövrədən sonra 15-30 dəqiqə böyük fasilə elə. Bu beyni yormur, diqqətini qoruyur. İkinci Feynman metodudur. Oxuduğun mövzunu anlayıb anlamadığını yoxlamağın ən yaxşı yolu budur. Özünə belə sual ver. Mən bunu 10 yaşlı uşağa izah edə bilərəmmi? Əgər cavab yoxdursa, hələ tam başa düşməmsən. O hissəni təkrar et. Üçüncü aktiv təkrarlanmadır. Oxuyub keçmək passiv üsuldur. Mövzunu oxuyandan sonra kitabı bağla və özünə sual ver. Niyə belədir? Nümunə verə bilərəmmi? Bu üsul beyni aktiv işləməyə məcbur edir. Dördüncü texnika mərhələli təkrardır. Unutmağa qalib gəlmək istəyirsənsə, eyni mövzunu müəyyən aralıqla təkrar et. Məsələn, 1-ci gün, 3-cü gün və 7-ci gün. Hər dəfə yadında daha yaxşı qalacaq. 5 vizual öyrənmədir. Mövzuları xəritə, sxem, cədvəl və diaqramla təsvir et. Beyin şəkil formasında olan məlumatı sözlərdən daha tez yadda saxlayır. 6 imtahan simulyasiyasıdır. Özünə real imtahan şəraiti qur. Vaxtı qoy, testi həll et, özünü yoxla, səhvlərinə bax, analiz et. Bu üsul yalnız biliyi yox, həm də stress və vaxt idarəsini inkişaf etdirir. 7 isə başqasına izah etməkdir. Dostuna izah edə bilmədiyin mövzu sənə də tam aydın deyil. Öyrəndiyini danış, müzakirə et. Öz-özünə dərs demək öyrənməyin ən güclü yollarındandır.